Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 17-dən 19-a qədər olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 8. Təsvirlərə uyğun ədədi adi və onluq kəsrlərlə yaz. Adı adi kəsirlə yazırıq. Məxrəcdə 100, surətdə 33. Onluq kəsirlərlə isə 100 tam onda, 100 tam çaşdım bağışlayın. 0 tam %33. B-dən adi kəsirlə yazırıq. Tam da 2 yazırıq. Adi kəsirlər tam da 2. Məxrəcdə 100, surətdə isə 4. Onluq kəsirlərlə isə 2 tam %4 yazırıq. C-dən tam da 3 yazırıq. Məxrəcdə 100, surətdə 36. Onluq kəsirlərlə isə 3 tam %36 yazırıq. 9. Mərtəbə cədvəlini tamamla. Uyğun onluq kəsirləri rəqəmlərlə və sözlərlə yaz. Deməli, baxaq. Təkliklərdə 1-dirsə altında 1 yazırıq. Onda birlər də 4-dür. Yüzdə birlər də 2-dir. Yəni 1 tam %42. Sözlərlə də belə yazılır. Təkliklərdə 2, onda birlərdə 0, yüzdə birlərdə 3. Yəni 2 tam %3. Sözlərlə də belə yazılır. 10. Ədəd oxunda boş yerlərə uyğun onluq kəsirləri yaz. A. Boş yerləri ancaq oxuyacağım, qalanlar lazım deyil. A-da yazırıq 0 tam %3, 0 tam %4, 0 tam %5, 0 tam %6, 0 tam %8, 0 tam %9, 0 tam %12, 0 tam %13, 0 tam %14. B-də yazırıq 2 tam %12, 2 tam %13, 2 tam %15, 2 tam %16, 2 tam %17, 2 tam %18, 2 tam %20, 2 tam %21, 2 tam %22, 2 tam %23, 2 tam %24. Üçüncüdə isə yazırıq 3 tam %98, 3 tam %99, 4, 4 tam %1, 4 tam %3, 4 tam %4, 4 tam %6, 4 tam %7, 4 tam %8, 4 tam %9 və sonuncu 4 tam %10. 11-də nə deyir? 11-də deyir ki, ədəd oxunda verilmiş nöqtələrə uyğun onluq kəsirləri yaz. Yenə digəri kimidir, fərqi yoxdur. Boş xanaları oxuyaq. 5 tam %97, 6, 6 tam %3, 6 tam %7, 6 tam %10, 6 tam %18, 6 tam %21, 6 tam %25. 12. Onluq kəsir şəklində yaz. Aha, %31-i necə yazırıq? Onluq kəsir şəklində 0,31, yəni 100 tam %31. 2 tam %2 bərabərdir 2,02. Mən yəni yazılışını oxuyuram. Çünki eyni oxunuşa malikdirlər və mən onsuz da birini desəm, digərini sayılacaq. Ona görə də mən hər ikisini deyirəm ki, siz yazasınız. 1 tam %18 bərabərdir 1,18. 3 tam %5 bərabərdir 3,05. 6 tam %4 bərabərdir 6,04. 13. Onluq kəsir şəklində yaz və bir neçəsini ədəd oxunda göstər. 0 tam %15, 0,15, 12 tam %32, 2,32, 3 tam %13, 3,13, 0 tam %13, 0,03, 20 tam %8, 20,08, 12 tam %24, 12,24 yazırsınız. Keçək səhifə 18-ə. Aha, 14-də deyir ki, ədədləri verilmiş formasına görə digər formalarda yaz. Sözlərlə 0 tam %24, 0 tam %4, bağışlayın, səhvdədir. 0 tam %4, adi kəsirlə məxrəc %4, onluq kəsirlə isə 0,04.
Sözlərlə 2 tam onda 7, adi kəsirlə 2 tamda 2, məxrəcdə 10, sürətdə 7, onluq kəsirlə 2,7. Sözlərlə 1 tam %26, adi kəsirlə 1 tam 1, məxrəcdə 100, sürətdə 26, onluq kəsirlə 1,26. 1,26. Sözlərlə 15 tam %43, adi kəsirlə tamda 15, məxrəcdə 100, sürətdə 43, onluq kəsirlə 15,43. 15. Doğru fikri düzgün smaylıqı ilə, yanlış fikri isə yanlış smaylıqı ilə qeyd et. 4,23 ədədinin onda birlər mərtəbəsində 3 rəqəmi yerləşir. Bu yanlışdır. 1,45 ədədinin yüzdə birlər mərtəbəsində 4 rəqəmi yerləşir. Bu da yanlışdır. 0,68 ədədinin onda birlər mərtəbəsindəki rəqəm yüzdə birlər mərtəbəsindəki rəqəmdən kiçikdir. Bu isə doğrudur. 16. Verilmiş onluq kəsirə bərabər onluq kəsir yaz. 0,30-a bərabər, 0,30 bərabərdir 0,3. 1,5 bərabərdir 1,50. 2,10 bərabərdir 2,1. 0,5 bərabərdir 0,50. 5,4 bərabərdir 5,40. 17. Onluq kəsirləri qarışıq ədəd şəklində yaz. 2,5 bərabərdir tamda 2. Tamda 2, məxrəcdə 10, surətdə 5. Artıq məxrəcdə 10, surətdə 5 demək lazım deyil, çünki bunlarda o yoxdur, ona görə fərqlənir bir-birindən. Sadəcə tama nə yazırsınız, onu deyim də. 1,25 bərabərdir 1, tama 1 yazırsınız, %25. 1,8 bərabərdir, tamda 1 yazırsınız, onda 8. 3,48 bərabərdir, tamda 3, kəsirsə %48. 3,7 bərabərdir, tamda 3, kəsirsə də %7. 18. Kəsirlərdən biri digərlərinə bərabər deyil. Bu kəsri haşiyəyə al. A, onda 8, 0,85-də 4, 0,8 bərabər deyil. B, %4, 0,4, 0,40. Bu bərabərdir 0,40. Sonra baxaq o birislərə. 52, 25-də 1. Bunlar bərabərdirlər. 19. Ana 2 keks bişirib, hər birini 10 bərabər hissəyə böldü. Kekslərdən biri tam olaraq, digərlərinin isə 4 dilimi yeyildi. Cəmi nə qədər keks yeyildi? Cavabı onluq kəsirli ifadə et. 1,4 bərabərdir 1,4-ə, yəni cavab 1,4-dür. 20. Aynur albomu bəzəmək üçün 0,4 metr, Lalə 0,4 metr, Səbinə isə 5,2 metr lent kəsdi. Kimlərin kəsdiyi lentlərin uzunluqları bərabər oldu? 0,4 bərabərdir 10,4, o da bərabərdir 5,2. 0,4 bərabərdir %4. Cavab Aynur və Səbinə. Keçək səhifə 19. 1. Yaşıl və mavi hissələrə uyğun onluq kəsirləri yaz və müqayisə et. A-da 0,5 kiçikdir 0,9. B. 0,36 böyükdür 0,23. C-də 1,9 kiçikdir 2,5-dən. D-də 2,48 böyükdür 1,92-dən.
E-də 3 böyükdür 0,8-dən. F-də 1 böyükdür 0,9-dan. 2. Mərtəbə cədvəlində və təsvir edilmiş onluq kəsirləri yaz və müqayisə et. 1,1 kiçikdir 1,5-dən. 2,1 böyükdür 1,2-dən. 2,31 böyükdür 1,15-dən. 2,18 2,8 böyükdür 1,12-dən. 3. Onluq kəsirləri müqayisə et. 0,3 böyükdür, kiçikdir 1,2. Gəlin belə eləyək. Mən sadəcə işarələr deyim. Böyükdür yoxsa kiçikdir. Belə çox vaxt gedəcək. Birinci də böyükdür, ikinci də böyükdür, üçüncü də kiçik, dördüncü də belə olmadı. Normalını deyim. 0,3 kiçikdir 1,2-dən, 0,31 kiçikdir 1,4-dən, 2,43 böyükdür 2,4-dən, 0,46 kiçikdir 1,43-dən, 1,8 böyükdür 1,6-dən, 3,70 bərabərdir 3,7-yə, 3,1 böyükdür 2,8-dən, 4,16 kiçikdir 4,32-dən, 0,8 böyükdür 0,4-dən, 5,5 böyükdür 5,49-dan, 5,49-dan, 5,1 kiçikdir 5,1-dən. 4-də də toxunda qeyd olunmuş nöqtələrə uyğun kəsirləri onluq kəsirləri boş kanallara yaz. A-da 0,6 bir də 0,9-dur. 0,9 0,6-dan böyükdür. B-də 2,8 bir də 3,3, 2,8 kiçikdir 3,3-dən. C-də 3,53 bir də 3,56-dan. 3,53 kiçikdir 3,56-dan. D-də 1,98, 2,2, 2,2 böyükdür 1,98. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.